Sizin burada istifadə etdiyiniz su içməli sudur, yoxsa xüsusi texniki su? Gələcəkdə su qıtlığı risklərinin azalması üçün İsti havaların başlaması ilə əlaqədar içməli suya tələbat artır. Bəs avtoyuma məntəqələrində istifadə olunan su haradan gəlir? Burada içməli sudan istifadə olunur, yoxsa xüsusi texniki sudan? Sizin burada istifadə etdiyiniz su içməli sudur, yoxsa xüsusi texniki su? İçməli sudur, bəli. Bəli, şu çıxımcıdır. Belə adi içməli suda orada var, alınma suda. Həm alıb istifadə edirsiniz, həm buradan istifadə edirsiniz? Bəli, içməli sudur. Maşınların yuyulmasında istifadə olunan su içməli sudur, yoxsa xüsusi texniki su? Texniki sudur, bu yerin altından lilən gəlir birinci linə, oradan gəlir. Sonrası da burada şotçiklə, elə-belə su yoxdur. Mövzu ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə müraciət etdik. Qurumdan bildirildi ki, texniki suyun şəhərə ötürülməsi prosesi avtoyumalarda şirin sudan istifadə ilə müqayisədə dəfələrlə daha çox vəsait tələb etdiyindən hazırda sözü gedən məntəqələrdə texniki sudan istifadə əlverişli hesab edilmir. Lakin gələcək illərdə həyata keçirilməsi nəzərdə tutulan layihələr çərçivəsində texniki su şəbəkəsinin mərhələli şəkildə genişləndirilməsi planlaşdırılır. Bu isə təmizlənmiş texniki suyun avtoyuma məntəqələrdə daxil olmaqla müxtəlif təsərrüfat sahələrində istifadəsinə imkan verəcək. Mütəxəssis Məsəti Hüseynova isə deyir ki, avtoyuma məntəqələrində texniki sudan istifadə gələcəkdə şirin su qıtlığına səbəb olacaq amillərdən biridir. içməli su ehtiyatlarının israfı baş verir. Xüsusilə də bu içməli keyfiyyətli suyun istifadəsi demək olar ki, su ehtiyatlarını da azaldır ki, ona görə bugün dünyada da, Azərbaycanda da gələcəkdə şirin su qıtlığı ilə üzləşən ölkələr sırasındayıq. Ona görə bu da riski artırır təbii ki. Ona yaxşı olar ki, bunun üçün texniki su yerləri hazırlansın, amma bu da o qədər asan və tez bir zamanda başa gəlinəcək bir məsələ deyil. Ona görə yaxşı olar ki, heç olmasa avtomobil yuma məntəqələrində də suyu səmərəli şəkildə və ehtiyatla istifadə olunsun bugünkü dövrə qədər. Çünki təkrar dövriyyəli su sistemlərinə keçmək, texniki sudan istifadə edilməsi də birbaşa olaraq su ehtiyatlarımızın qorunması üçün və gələcəkdə su qıtlığı risklərinin azalması üçün çox önəmli bir addım ola bilər.